Allah rəhmət eləsin, məşhur bir sözdür, eşitmişsiniz bunu. Əllamə məclisi dünyasını dəyişəndən sonra yoxsa özünün öz yuxusuna gəlir, gör ölüb, hesabat eləyirlər onu. Allah deyir, nə gətirmirsən mənə üçün? 40 cilt təfsir. Dedi, o elmi mən verdim sənə. Onları mən saldım sənin zehninə ki, yazasan. Verməsədim yaza bilərdin. Yox. Filan dedi, mən vermişəm sənə eləmişsən. Sən özün nə gətirmişsən? Deyir, çaşdım, qaldım, heç bir cavab tapmadım. Dedi, ilahi, birdən yadıma düşdü ki, bazarda mən alma alırdım. Bir nəfər uşaq da anasının yanında durmuşdu, baxırdı almalara. Götürdüm almadan, birini verdim ona, çıxdı getdi, tanımıram ki kimdir. Dedim, ilahi, bax onu gətirmişəm o almanı, tanımırdım kim idi, sənin rızan üçün verdim. Dedi, hə, bunu qəbul elədim. Bəzən deyərsən ki, mən 20 ildə, 30 ildə xutbə eləyirəm, amma bu sözü sənə verən var da, gözün bir dənə vərəqə baxmırsan. Bunları sənə danışdıran var. Bu deyil. Üccub eləmə.